Orucu pozan əməllər sırasında qeyd edirik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur. Ağız suyunu udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, mütləq tüpürmək lazımdır. Əgər dişini çəkdirərkən insan qan, su yaxud dərman udmazsa, orucu düzgün sayılır. Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər arzu olunmazdır. Yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədi ilə vurulan iynələr isə orucu batil etməz. Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süsləşdirir. Bunun nəticəsində bədənin acılığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruç tutan şəxsin çimməsi arzu olunmaz sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın. Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruç tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruç tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir. Oruç tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. İstər az, istərsə də çox, istər bərk, istər maye, istər yeyilən, istərsə yeyilməyən hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz. İnsan qəsdən qusarsa orucu batil olar. Əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur. İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə orucu batil olar. Çünki orucluq paçılıqdır. Allaha tabi olan adama isə yuxarıdakı əməllər yaraşmaz. Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruç tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. 4 təbəqədən olan adamlar oruç tutmaya bilər. Onlar həm qəza orucundan, həm də kəfarədən azaddır. Həddi buluğa çatmamış uşaqlar, psixi cəhətdən qeyri-normal şəxslər, qocalıb əldən düşmüş şəxslər, aclıq və susuzluğa heç cür tab gətirməyən daimi şəxslər. Amma daha 4 təbəqədən olan şəxslər isə Ramazan ayında oruç tutmaya bilər. Bunun üçün onlara kəfarədə düşmür. Sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir. Hamilə qadınlar, onlar itirdikləri hər gün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruçlarını tutmalıdır. Körpəsinə süd verən qadın, onlar da hər gün üçün 750 qram eysan etməli, süd vermə müddəti bitdikdən sonra qəza orucunu tutmalıdır. Qadınlar paçlıq vəziyyətləri pozulduğu günlərdə oruç tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər. Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruç tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə oruçdan azaddılar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz. Yalnız hər gün üçün 750 qram eysan etmələri kifayətdir. Səfərdə olan şəxs vətənə dönənə kimi oruçdan azaddır. Amma qaydandan sonra mütləq qəza etməlidir. Amma bəzi hallarda insan səfərdə də olsa oruç tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur. Məsələn, səfərə gedib qaydarkən üst-üstə 8 fərxəstdən az məsafə qət edərsə, səfər zamanı bir məntəqədə ardıcı olaraq ən azı 10 gün yaxud 15 gün qalarsa, peşəsi səfərə çıxmaq olarsa, müsəlman şəxs yetkinlik yaşına çatan gündən həm namaz qılmalı, həm də növbəti Ramazandan başlayaraq hər il oruç tutmalıdır. Bu iki ibadət bir-birindən asılı deyil. Əlbəttə, yaxşı olar ki, adam eyni zamanda həm namaz qılsın, həm də oruç tutsun. Lakin bunların ikisini də yerinə yetirmək üçün hələ özünü hazır hiss etmirsə, heç olmazsa birini yerinə yetirməlidir. Allah qarşısında bütün vəzifələrimizi tərk etməkdənsə, onlara heç olmasa hissə-hissə əməl etmək daha yaxşıdır. Beləliklə, namaz qılmayan şəxs oruç tuta bilər və orucu batil deyil. Amma belə şəxs unutmamalıdır ki, oruç tutmağı namaz qılmamaq günahını yüngülləşdirmir. Namaz qılmağı gecikdirən adamın günahı günbəgün artır.